Üçüncü dərsimizin ikinci hissəsində text funksiyaları barəsində danışacağıq. Excel'də text funksiyaları mətin tipli məlumatlarla işləmək üçün istifadə olunur. Bu funksiyalar vasitəsilə mətnin müəyyən hissəsini ayırmaq, birləşdirmək, müqayisə etmək, böyük, kiçik hərfləri dəyişdirmək və artıq boşluqları silmək kimi müəyyən işləri görmək mümkündür. Real iş mühitində datalar çox vaxt qarışıq formada olduğu üçün text funksiyaları məlumatı analiza hazır vəziyyətə gətirmək üçün çox vacib rol oynayır. İlk olaraq biz left funksiyasından başlayaq. Left funksiyası mətnin sol tərəfindən müəyyən sayda simvol xarakter götürür. Bu funksiya vasitəsilə kodların, prefikslərin və ya adların ilk hissəsini çıxarmaq üçün istifadə olunur. Yəni əvvəlki hissəsini ayırmaq lazım olduqda left funksiyası çox faydalıdır. Gəlin biz buradan funksiyanın yazılmış funksiyanın kopya edib nəticə hissəsində qeyd edəyim. Gördüyünüz kimi left funksiyası C3 xanasından 6 simvol götürdü və bu 6 simvolun nəticəsi mətnin solundan simvolları götürür cümləsindən mətnin sözünü götürdü. Növbəti funksiyamız right funksiyasıdır. Right funksiyası mətnin sağ tərəfindən müəyyən sayda simvol götürür. Left'in əksi olaraq, yəni sağ tərəfindən simvol sayını götürür. İndi isə biz aşağıdakı funksiyanı və yaxud da formulanı kopya eləyib nəticə sütununda qeyd edirik. Gördüyünüz kimi burada 8 simvolu götürdük sağ tərəfdən və həmin cümlədən sağ tərəfdən 8 simvol götürdükdə bu nəticəni bizə vermiş olur. Növbəti funksiyamız mid, yəni mətnin ortasının hissəsindən götürməkdir. Mid funksiyası mətnin ortasından müəyyən hissəni götürür. Burada həm başlanğıc mövqeyi, həm nə qədər simvolun götürülməsini göstərir. Deyək ki, biz burada yazdığımız funksiyanı burada qeyd edirik. C5 xanasından 8-ci simvoldan başlayaraq 10 ədəd simvol götürmək üçün bu funksiyadan istifadə edirik. Enter və ortasından. Və biz buradan 10-cu simvoldan başlayaraq, 8-ci simvoldan başlayaraq 10 ədəd simvol götürdükdə bizə bu nəticəni vermiş olur. Len funksiyası. Len funksiyası mətnin simvolların sayını qaytarır. Yəni, mətndə neçə simvol olduğunu hesablayır. Bu hesablama boşluqları da daxildir. Mətnin uzunluğunu yoxlamaq və ya məlumatı tam daxil olunub olmadığını analiz etmək üçün istifadə edilir. Burada qeyd olunmuş funksiyanı nəticə sütununda yazaq. Bizə lazım olan C6 xanasında olan mətnin və yaxud da məlumatın neçə simvoldan ibarət olmaq üçün qeyd edirik. Enter və burada 37 simvolun qeyd olunduğunu bizə nəticə olaraq verir.